Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Bugün dünənki söhbətin ardın danışıram. Yəni, əsas məsələ, əsas nəticələr, ən dəyərli sözlər bu söhbətdə olacaq inşallah. Xahiş edirəm, axıra qədər dinləyin ki, məsələləri ətraflı başa düşə biləsiniz. Bir gün sübh namazının vaxtı Bilal gəlib, Bilal bilirsiniz də Peyğəmbər sallavatullahın azançısı olub. Bilal gəlib Həzrətinin qapısında durub səsləndi. Ey Allahın Rəsulü, əshab məscidə cəm olub sizin gəlməyinizin intizarındadırlar. Burada iki xəbər var. Bir xəbərə görə Peyğəmbər buyurdu, bugün başqa birisi cəmaat namazı qılsın. İkinci xəbər belədir, Bilal gəlib Həzrətin qapısında durub, Peyğəmbərin məscidə namaza gəlməsini istədikdə, o vaxt Peyğəmbər bihuş olub ruhu, ilahi behişlərdə olduğu üçün Bilala cavab verə bilmədi. Bəs Ayşə fürsəti qənimət bilib, atası Əbu Bəkri adam göndərərək dedi, atama deyin, Peyğəmbərin əvəzində xalq ilə cəmaat namazı qılsın. Bu tərəfdən də Hafizə atası Ömərə adam göndərdi ki, atama deyin, məscidə gedib cəmaat namazını qılsın. Peyğəmbər sallallahu aleyhi və səlləm bihuşluqdan ayrıldıqdan sonra Ayşə ilə Hafizənin öz atalarını məscidə Peyğəmbərin əvəzində namaz qılmağa göndərdiklərini bildikdə buyurdu. Rahat olun, siz həqiqətən Yusiflə həmdəm olmaq istəyən qadınlar kimisiniz. Yəni sizin də fikriniz öz atalarınızın fikri kimidir. Gözlərin işığı adlı kitabda isə belə deyilir. Peyğəmbər sallallahu onlara dedi, siz o qadınlara bənzəyirsiniz ki, istədilər qardaşım Həzrəti Yusuf əleyhissalamı yoldan azdırsınlar. Peyğəmbər sallallahu aleyhi və səlləm hələ də Əbu Bəkrin və Ömərin, Üsamənin sərgərdəliyi ilə orduya getməmələrini bilib, o halında əsəbləşdi. Çünki Peyğəmbər Əbu Bəkr ilə Ömərə Üsamənin ordusuna gedib qoşulmalarını əmr etmişdi. Ayşə və Hafizənin sözlərindən bildi ki, onlar orduya getməyiblər və çox məlul və dilgir olub. O şiddət mərəzi ilə Əli əleyhissalama və Fəzl İbn Abbasa təkyə edərək nəhayət zəifliklə məscidə gəldi və Əbu Bəkri onun yerində, yəni mihrabda namaz qıldığını gördü. Həzrət irəli yeriyib, mübarək əlini ona tərəf uzadaraq Əbu Bəkri tutub mihrabdan kənara çəkdi və özü mihraba daxil oldu və oturaraq namazı qılmağa başladı və namazdan sonra da Əbu Bəkrə əsla etina etmədən evinə qayıtdı. Sonra adam göndərib onların hər ikisini çağırtdırdı və dedi, mən sizə deməmişdimmi ki, Üsamənin ordusuna gedib qoşulun. Ərz etdilər, bəli.
Sonra buyurdu, bəs nə üçün Mədinəyə gəlibsiz? Əbu Bəkir dedi, sənə fəda olum. Gəldim ki, səninlə təzədən beyət edim. Ömər də dedi, gəldim ki, könlüm səni istədi. Həzrəti Rəsul onlara təzədən göstəriş verdi ki, Üsamənin ordusuna getsinlər. Sonra 3 dəfə buyurdu, Lə'ənətullahi mən təxəlləfə əncəlis Üsamə. Yəni Allah lənət eləsin o kəsə ki, Üsamənin qoşununa mülhəq olmaya, yəni gedib qoşulmaya və dala qala. Bəs o xəstə hal ilə məscidə getdiyinə görə və Əbu Bəkir və Ömər ilə etdiyi mübahisəyə görə dilgir olub Həzrətə qəş ariz oldu. Bəs Əhl-i Beyt əleyhissalamlar və müsəlmanlar Həzrətin qəşq etməsinə görə pərişan hal olub ağlamağa başladılar. Bir qədərdən sonra Peyğəmbər salavatullah huşa gəlib ətrafına baxaraq buyurdu. Mənə mürəkkəb və kağız və bir kütüf, yəni bir sümük gətirin ki, sizin üçün bir məktub yazım ki, bundan sonra heç vaxt yolunuzu azmayasınız və heç vaxt zəlalətə düşməyəsiniz. Orada olan əshabilərdən bəziləri ayağa durdular ki, qələm kağız gətirsinlər. Ömər onları geri qaytarıb dedi, gətirməyin ondan ötəri ki, Haza Rasulullah yəhcuru, yəni o sayıqlayır. Yəni bu kişi xəstəliyin şiddətindən sayıqlayır. Allahın kitabı bizə bəsdir. Bu vaxt əshabələrin aralarında ixtilaf olub, bəziləri dedilər, gedin, gətirin. Bəziləri isə Ömərin tərəfini saxlayıb dedilər, söz Ömərin sözüdür. Yəni Ömərin dediyinə əməl edək. Beləliklə səs-küy çoxaldı. Bu vaxt Peyğəmbər salavatullah narahat olub qəzəblənərək dedi, sizin bu noyu Peyğəmbərin yanında ixtilaf etməyiniz düzgün deyil, qalxın. Yəni çıxın gedin. Başqa bir xəbərdə belə deyilir. Onlar Peyğəmbərə dedilər, ya Resulallah, buyurduqlarınızı gətirək. Həzrət buyurdu, bu sözlər ki, mən sizdən eşitdim, daha ona ehtiyac yoxdur. Əgər Peyğəmbər sayaqlayırdısa, ağlı başından çıxmışdısa, bəs nədən bildi ki, onların bir dəstəsi onun istədiyini gətirmək istədiyi halda, Ömərin dəstəsi deyir ki, bu kişi sayaqlayır. Xülasə üzünü onlardan çevirdi və bununla onlardan inciməsini və onların onun yanında olmaqlarından narahat olduğunu onlara bildirdi. Cəmaat da bunu hiss edib çıxıb getdilər. Ümmü Sələmə Peyğəmbərimizin Xədicədən sonra Peyğəmbərə ən sadiq öyrəti deyir. Əmir əl-Mömin əleyhissalam bir lazımi iş dalınca getmişdi. Cənab-ı Peyğəmbər buyurdu, çağırın mənim qardaşımı və sirdaşımı. Ayşə göndərdi bir adam Əbu Bəkri gətizdirdi. Peyğəmbər onu gördükdə yorğanın başına çəkdi. İndiki hafisə adam göndərdi, Öməri çağırdılar. Peyğəmbər onu gördükdə örtüyü yenə də başına çəkdi. Sonra Peyğəmbər ikinci dəfə dedi, çağırın mənim Həbibimi və arxamı. Yenə onları çağırdılar, Həzrət yenə də onları etina etmədi. Bununla da bildilər ki, əlini istəyir. Sonra Fatimə-i Zəhra salamullah əleyhə əlini çağırdı. Elə ki, Həzrət Peyğəmbər əlini gördü, mübarək gözləri işıqlandı. Əlini çağırıb aldı örtüyünün altına. Mübarək dodaqların qoydu əlinin qulağına. Uzun uzadı sözlər dedi. O qədər yanında saxladı ki, hər ikisi tərlədilər və hər ikisinin tərləri bir-birlərinə qarışdı. Cəmaat da bu vaxt qapıda dayanmışdılar. Ərz etdilər, ya Əli, bu qədər uzun razı niyaz ki, Peyğəmbər salavatullah səninlə elədi. Sənə nə dedi? Həzrəti Əli əleyhissalam buyurdu, Peyğəmbər mənə elmidən 1000 qapı açdı. Yəni 1000 qapı,
Yani elm təlim elədi ki, hər qapısından da elmidən üzümə 1000 qapı açıldı. Sonra bu vaxt ki, Peyğəmbərin ətrafında öz yaxınları Əbbas, Əbbasın oğlu Fəzil və digər yaxınları əyləşmişdilər. Peyğəmbər üzünü əvvəl Əbbasa tutub dedi. Əbbas da Peyğəmbərin sağ tərəfində başının yanında oturmuşdu. Dedi, əmi, mənim vəsiyyətlərimi qəbul et. Əhli əyalım haqqında və mənim miraslarım və borclarımı əda elə. Əbbas dedi, ya Rəsulullah, mən bir qoca kişiyəm, mənim yaşım sənin vədələrinə, yəni tapşırıqlarına vəfa edə bilməz. Bu ağır təklifi mənə demə. Başqa bir adama de ki, onun taqəti çox olsun. Peyğəmbər bu təklifi Əbbasa 3 dəfə təklif etdi. Əbbas qəbul etmədikdə buyurdu. Əmi, dur əlinin yerindən. Əbbas dedi, sənə fəda olum, qoca kişini yerindən durğuzub, bir uşağı onun yerində oturdursan. Həzrət 3 dəfə bu sözü Əbbasa dedi. Əbbas qeyizlə durub, istədi çıxıb geçsin. Peyğəmbər sallallahu buyurdu, əmi, belə iş eləmə ki, mən səndən narazı dünyadan gedim ki, mənim səndən narazı dünyadan getməyim səni cəhənnəmə aparar. Əbbas bu sözü eşidib, qayıdıb kənar bir yerdə əyləşdi. Ona görə deyirlər, övladlar gərək elə ata və anaları ilə rəftar edələr ki, ata-ana onlardan razı qala. Əgər ata-ana övladından narazı halda dünyadan getsə, o övlad nə etsə, yenə də qiyamətdə onun yeri cəhənnəm olacaq. Sonra o, Peyğəmbər əleyhissalamı çağırıb öz yanında oturtdu və üzünü Əli əleyhissalama tutub buyurdu, ey qardaş, sən mənim vəsiyyətlərimi qəbul edirsənmi? Elə ki, Əbbasa dediyi sözləri ona da buyurdu. Əli əleyhissalam dedi, bəli, ey Allahın Rəsulü. Peyğəmbər sallallahu buyurdu, onda yaxın gəl. Əli əleyhissalam Peyğəmbərin yanına gəldikdə Peyğəmbər sallallahu onun sinəsinə yapışdırdı. Sonra üzüyünü çıxarıb buyurdu, bunu alıb barmağına sal. Sonra öz qılıncını, zirehini və digər döyüş libaslarını gətizdirib Əli əleyhissalama verdi. Müharibələr vaxtı öz ürəyinə bağladığı dəsmalı da Əli əleyhissalama verib buyurdu. İndi Allahın adı ilə öz evinə qayıt. Peyğəmbərin ölüm vaxtı çatdıqda Əli əleyhissalama buyurdu. Ey Əli, mənim başımı öz ətəyinə al. Allahın əmri gəlib çatdıqda canım çıxdıqdan sonra üzümü üzünə sürt. Məni üzü qibləyə qoyub qüsul kəfən edib namazımı öz öhdənə götür. Dəfin olunana kimi məndən ayrılma. Beləliklə Əli əleyhissalam Peyğəmbərin başını qucağına aldıqda o huşunu itirdi. Kənarda oturmuş Fatimə salamullah əleyhə bunları gördükdə daha özünü saxlaya bilməyib irəli gələrək atasının sinəsini qucaqladı və ağlayaraq belə dedi. Burada atasını oxşamağa başladı. Qızının ağlamaq səsinə Peyğəmbər gözlərini açıb belə dedi. Qızım, məni oxşayanda belədir. Məhəmməd də bir Peyğəmbər idi. Ondan əvvəl də Peyğəmbərlər gəlib gediblər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi, yəni yenə də cahiliyyət dövrünə mi, bütpərəstliyə mi dönəcəksiniz? Halbuki geri dönən şəxslər Allaha heç bir zərər yetirə bilməzlər. Lakin Allah şükür edənlərə mükafat verər. Fatimə çox ağladı. Bunu görən Peyğəmbər onun yaxınına gəlməsinə işarə elədi. Fatimə atasına yaxınlaşanda Həzrəti Rəsul ahəstə onun qulağına bir söz dedi. Bundan sonra Fatimənin çöhrəsi açıldı. Sonra bununla da Peyğəmbər dünyadan köçdü. Bir çox rəvayətlərdə deyilir ki, sonralar Fatimədən soruşdular ki, Peyğəmbər sallallahu sənə nə dedi ki,
o narahatçılığın və sıxıntın keçdi. Fatimə-i Zəhra salamullah əleyha buyurdu, atam mənə xəbər verdi ki, ailəsindən ona qovuşacaq ilk şəxs mən olacağam. Mənim ölümümlə onun ölümü arasında uzun bir müddət olmayacaq. Bu mənim nigarançılıq və sıxıntıma son qoydu. İndi burada nəticəni siz də gördünüz ki, Peyğəmbərin Əbu Bəkrə və Ömərə qarşı necə münasibəti olub. Əbu Bəkrin də məscidə gedib namaz qılması Peyğəmbər salavatullah tərəfindən göndərilməyib. Əksinə Peyğəmbər biləndə ki, Əbu Bəkir və ya Ömər məscidə onun yerində namaz qılmağa gedib, Əli əleyhissalama və Əbbasın oğlu Fəzlə təkyə edərək məscidə o noyu xəstə halı ilə özünü yetirərək Əbu Bəkiri mehrabdan kənara çəkir. Belə ki, namazdan sonra onları çağırtdırıb soruşur ki, niyə Üsamənin ordusuna gedib qoşulmayıblar? Hətta hər kim onun əmrindən çıxanı lənətləyərək deyir, Lə'ənəllahi mən təxəlləfə əncəlis Üsamə. Yəni, hər kim Üsamənin ordusunda boyun qaçırsa, Allahın lənəti ona olsun. Peyğəmbər əvvəldən o iki nəfərin planlarını bilirdi. Ona görə də onları və onların havadarlarını Roma imperatorluğu ilə vuruşa göndərirdi ki, onlar Mədinədə qalsalar etdikləri əməlləri edəcəklər. Onlar da bilirdilər ki, biz döyüşə getsək, Peyğəmbər dünyasını dəyişəcək və bütün xalq Əliyə beyət edəcək. Ona görə də onlar Peyğəmbərin lənətini götürdülər. Amma Mədinədən çıxıb Üsamənin ordusuna qoşulub müharibəyə getmədilər. İndi də Əbu Bəkirə haqq qazandırmaq üçün deyirlər ki, Peyğəmbər özü göndərdi namaza Əbu Bəkiri. Nətər olur Peyğəmbər Qədirxumda əlini öz yerində canişin təyin edir. Namaz qılmağa isə Əbu Bəkiri göndərir. Heç bu mümkün olan işdirmi? Necə olur Peyğəmbər öz vəsiyyətlərini Əliyə deyir? Necə olur Nəcrandan olan xristiyan heyəti ilə mübahisə edəndə xristiyanlar Peyğəmbərə inanmadıqda Qur'anın Ali İmran surəsinin 61-ci ayəsi onlara nazil olanda dedi, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü bura çağıraq. Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək. Beləliklə Peyğəmbər Nəcran xristiyanlarını qarşılıqlı lənətlənməyə dəvət etdi. Onlar da bunu qəbul etdilər. Səhəri gördülər ki, Peyğəmbər Həsən və Hüseyin əlindən tutmuş, Fatimə arxasınca və Əli əleyhissalam qarşısında Peyğəmbərlə gəlirlər. Burada əlini biz də özümüzü sözündə yanında Əli əleyhissalamı gətirdi. Mən bunları sadəcə qısaca şəkildə burada yazmışam, ətraflı burada yazmaq olmaz. Yəni Əli əleyhissalam onun özü misalında idi. Necə ola bilər özü olduğu halda xəlifəliyi kənar bir adama verir? Bu ola bilərmi? Mən daha bu söhbəti burada dayandırıram. Bu qədərlə kifayətlənirəm. Əli əleyhissalamın fəzilətlərini saymaqla bilirsiniz ki, qurtaran deyil. Bizim isə bundan artıq danışmaq vaxtımız, qısa olduğu üçün burada dayandırıram. Başa düşənə bu qədər də mən elə hesab edirəm ki, kifayət edər. İndi isə Allaha əmanət olun, hər deyilən sözə inanmayın. Əbədi həyatınızı bu müvəqqəti dünyaya satmayın. 100 ölçün bir biçin. Allah insana ağlı niyə verib? Ona görə ki, insan hər bir əməli edəndə 100 ölçü bir biçsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.